Salam. Salam, xoş gəlmisiniz. Mənə 235, 55, 19 ölçüdə təkər lazımdır və əsas gözləntilərim nədir? Deməli, yumşaqlıq istəyirəm. Mən səsə həssas adamam. İstəyirəm ki, təkərdə minimum səs olsun, hiss eləməyim onu. Yanacaq sərfiyyatı, yəni qənaətçil olsun. Mən demək olar ki, əsasən trasda sürürəm, yəni aeroport yolu, şəhər rejimində sürürəm avtomobili, ona uyğun təkər olsun istəyirəm. Yük indeksidir, məsələn, bir təkər neçə kiloqram yük götürə bilər, onu istəyirəm bilim. Ondan başqa yanacaq sərfiyyatına təsiri necədir? Çünki bilirəm ki, onlar fərqli-fərqli olur. Bütün bunları birləşdirən və sinifi də mümkün qədər yuxarı olsun. Çünki mənim üçün bu önəmlidir. Mən daha çox A-klass birinci sinif təkərlərə üstünlük verirəm. Deməli, 235, 55, 19 ölçüdə təkərlərimizin çeşidləri çox mövcuddur. Siz premium marka istədiyinizə görə, mən sizin üçün burada deməli Michelin var, Continental var, Goodyear var, Bridgestone var. Burada sırf siz dediyinizlərə uyğun olaraq bizdə Continental Conti-Cross Contact LX var. Mən həmin təkərdən sizə məlumat vermək istəyərdim. Davamlılıq ideal sayıla bilər. Rütbəli və quru yollarda ümumiyyətcə Continental tormozlanma və dartıcı xüsusiyyəti ideal sayılır. Azaldılmış akvaplan effekti o nə deməkdir? Yağış yağanda və s. su çıxarma qabiliyyəti şinlərdə ideal sayıla bilər. Yol ilə üstün ilişmə, yəni ki, təkərin yolla birbaşa ilişməsi tam ideal sayıla bilər. Və Continentalın ümumi göstəriciləri mən sizə izah edə bilərəm. 100 minə qədər istifadə edə bilərsiniz. Haçan, təkərləri vaxtı-vaxtında yerlərini dəyişsəz, deməli, təkər bucaqlarını tənzimləsəz, yəni ki, razval, vaxtı-vaxtında 5 min, 8 mindən bir yer dəyişmə balans etsəz daha yaxşı olar. 10-15 mindən bir razval etsə, təkərlər bucağını tənzimləsəz daha yaxşı olar. Deməli, təkərin ümumi yük götürmə qabiliyyəti 825 kiloqramdır bir şinə. Sürət isə 240 kilometrdir. 240 kilometr aralığında istifadə edə bilərsiniz həmişə. Maksimum. Yəni ki, maksimum bəli sürə bilərsiniz. Yolsuzluq avtomobil ölçüləri ümumiyyətcə yolsuzluq təkərləri 235, 55, 19 belə deyək də cipdir. 4x4-ü tam qarşılayır yəni ki, bu şinlər. Çünki Continental da Almaniya brendidir. Biz sizə dediyimiz Continental Fransa zavodunda istehsal olunub. Traction, yəni ki, yol tutumu ideal sayılır. Temperature adı idealdır və 100 minə qədər istifadə edə bilərsiniz. Səs indeksi? Səs indeksi ümumiyyətcə bu premium markalarda həmişə Michelin-i götürsək, Goodyear-i götürsək, high terrain təkərlərdə onlar çox aşağı olur. Yəni ki, onlarda ona görə... Yanacağı təsirini isə? Yanacaq nisbi, çox vaxtı sürüşdən asılı olur. Şəhərdə idarə edirsinizsə, yanacaq hardasa biraz aşağı, kömək eləyəcək, yəni ki, yanacağı azaltmağa kömək eləyəcək. O da yenə də sürüşdən asılıdır. Bu qədər.